Belə qoyublar ki, Amazon biznesi necədir və buna nə qədər sərmayə lazımdır və s. kimi. Amazon biznesi əladır. Amma hər işi olduğu kimi bunu da öyrənmək lazımdır. Yəni burada uğurlu olmaq istəyirsənsə, bunun öyrənməyi biraz daha o birisilərdən fərqlidir. Çünki burada artıq öyrənmək əsasən nəyə əsaslıdır? Data analitikaya. Yəni dataları, məlumatları yaxşı analiz eləməyə bacarmalısın. Bazar analizi, rəqabət analizi, bunun üstünlüyü fiziki bazardan bir şeylə yaxşıdır ki, yəni Amazon biznesinin fiziki bazardan üstünlüyü ondan yaxşıdır ki, fiziki bazarda o dataları əldə eləmək çox çətindir. Misal üçün Azərbaycanda gedib kimlərdənsə nəsə soruşmalısan, hansısa testlər aparmalısan və s. Amma burada bu datalar artıq hazırda var. Hansısa alətlərdən istifadə edərək biraz da manual olaraq bu analitikanı aparmaq mümkündür. Soruşurlar təlim keçirsənmi? Bəli, keçirəm. Ayda ən çox bir tələbə götürürəm fərdi olaraq, amma onu da imtahan əsasında götürürəm. Yəni burada puldan çox mənə onun bacarıqları lazımdır ki, adam bu işin öhdəsindən gələ bilsin. Tələblər nədir onun üçün? Heç olmasa B1 səviyyəsində də olsa ingiliscə olmalıdır. İngiliscə olmasa yəni çox çətin olacaq. Ondan sonra analitik düşüncə qabiliyyəti olmalıdır. Adam yəni belə deyək də düz düşüncəli yox, biraz analitik olmalıdır, biraz kreativ olmalıdır. Bir də həvəslə pul. Üçüncü əsas amil də pul olmalı ki, bu kursu keçə bilsin. Çünki bu bahalı bir kursdur. Yəni hər kəs özünə bunu belə deyək də özünə bunu icazə verə bilmir ki, belə bir xərclər eləsin. Amma qarşılığında nə qazanırsan? Qarşılığında qazanırsan data analitikanı yaxşı öyrənirsən, bazar araşdırması, brandingi, biznesin gedişatını, B2B, B2C biznesi öyrənirsən və bunları bildikdən sonra artıq çox rahatlıqla sən nəinki belə deyim Amazonda, Walmartda, Amerikada, Kanadada dünyanın istənilən yerində biznesi qurub başlaya bilərsən. Yəni heç bir sıxıntı olmadan, heç bir çətinlik çəkmədən hər kəsə uğurlar.